Bu halda serebral iflic qaçınılmazdır. Səndən tam razıyam. Kamil doktor, yarımçıq doğulan uşaqlar və yaxud da zamanında doğulub neonatologiyada uzun müddət yatan uşaqların beyin ultrasəs müayinəsi edirlər və bu nəticə normal gəlir. Ancaq zaman keçir, bu uşaqlar 1 yaşında, 2 yaşında mənim müayinəmə ciddi qüsurlarla, serebral iflic kimi gəlirlər. Bu haqda fikir bildirə bilərsiniz? Təbii ki, cənab doktor, burada məsələ nədir? Bir uşaqda bir kərə uzi hər şeyi göstərməz. Ultrasəs müayinəsi bəlli şeyləri göstərir, bəlli şeyləri göstərməz. Bir uşağın beyninə qanamanın olması, preventrikulyar leykomalaziyanın olması bu uşağın serebral iflic olacağını göstərməz. Bunların ultrasəs müayinəsində görülməməsi də olmayacağını göstərməz. Çünki bunların çox fərqli səbəbləri var. Amma yarımçıq doğulmuş uşaqlarda istər-istəməz beyin çöldə tamamlandığı üçün bir şəkildə beyin zədələnir. Uzun müddət reanimasiyada qalan, doğumda beyin oksigensiz qalan uşaqlarda zədələnir. Bu uşaqlarda mütləq düzgün reabilitasiya olunması lazımdır. Aylıq doğum evindən çıxdıqdan sonra, reanimasiyadan çıxdıqdan sonra düzənli kontrollarda olması lazımdır. Səninlə bizim ortaq xəstələrimiz var. Doğulublar, ciddi beyin zədələnməsi keçirib, amma bir dəqiqə uşaq 2 yaşında çox yaxşı gəzir, heç bir problemi baxanda üzünə bilmirsə. Amma elə də ortaq uşaqlarımız var ki, onlar heç ciddi problem yaşamayıblar. Sadəcə yarımçıq doğulub ağır serebral iflicdir. Səbəb nəticə bilirsizmi? İkinci qrup düzənli bizə takibə gəlməyən xəstələrdir. Doğulubdur, 3 ayda bir, 6 ayda bir ya bizə gəlib ya doğru dürüst reabilitasiya almayan xəstələrdir. Amma birinci qrup hər ay düzənli gələn xəstələrdir, vaxtında reabilitasiya alan xəstələrdir. Yarımçıq doğulmuş uşaq, uzun müddət reanimasiyada yatmış uşaq bərabərdir. Uzun müddət bu mövzuda təcrübəli bir adamın kontrolunda qalması gərəkir. Belə olsa nəticə üz güldürür. Əksi təqdirdə çox təəssüf ki, sənin dediyin acı sonlarla qarşılaşırıq.